Yəni biz Nicatı belə qoyub getməmişdik. Nicat özü yeriyirdi. Sen de çay içsene mi? Kardeşimiz hazırda kateterden istifade edilir. Kateter boşluklar yoldaşımıza. Hem kateter neye göre boşulduğunu Siyemedi. sonra çıkabilir. Hem çörek hem siyemedi. 5 litre 100 litre çıkar tökülüptür. Belki senden pul alır. Özel diğer özeldi diye ne var? 25 manat geçirmemiş İstanbul aparata. Bu vəziyyət bilmirəm. Başqasının dövlətini qorumayıb ki, öz vətənini qorumuş da bu da. Koruyan da boğulanlar değildi. Öz Başka başlarına devlet mi geldi bilmirəm. korudu? Bizim devlet korudu da özel xəstəxanalar da. Nə bilim, başa düşmürlər də. Əziz izləyicilər, yenidən bir xatırlatma edeyim ki, biz yəni Nicat Məmmədovu 2022-ci ilin oktyabr ayında çəkib paylaşıb işıqlandırmışdıq. Sağ olsun, o dövr yəni köməklik eləyənlər də oldu, müəyyən yardımlar oldu, öz kəndlərindən çox köməkliklər oldu. Hər kəs birləşdi ki, Nicat üçün köməklik göstərsin. Çox təəssüf ki, Nicatın vəziyyəti getdikcə ağırlaşır. Yəni biz Nicatı həmin vaxt paylaşanda Nicat belə durumda değildi. Artıq vəziyyəti həddindən artıq çox ciddiləşir, ağırlaşır. Mən xahiş eləyərdim, yəni bütün Azərbaycan xalqına, bütün əhalimizdən Nicat üçün birləşək, Nicata köməklik göstərək.